Bəzən həyatda qarşıya çıxan hadisələri görürəm. Məndən asılı olmadan onları qruplaşdırıram. Qruplaşma aparıram onlar haqqında və təbii ki, məqsəd birdir. Məqsəd əxlaqi, mənəvi yüksəlişdir, insan kamilliyinə xidmət etməkdir, həyatımızdan ibrət dərsləri çıxarmaqdır, yaxşı insan olmaqdır. Məqsəd budur. Amma qruplaşdırdıqda belə görürəm ki, bəzi hadisələr sonda insanı qəmləndirir. Orada qəmlənmə motivə əsasdır və belə bir nəticə üzərində qurulub. Bəzi hadisələr insanı güldürür, insana sevinc gətirir. Gülüş və qəm bu özü də insan həyatında olan o böyük ikiliklərdən biridir. Hətta ədəbiyyatımızda var, klassik ədəbiyyatımızda var, müqəddəs kitabımızda da var ki, güldürən də odur, ağladan da odur, Allaha nisbət verilir. Bəzi hadisələr var, təbii ki, həyatda gərək onlara güləsən. Yəni, səndən asılı deyil. İnsanın yaradılışı, insanın batini, aləmi elə yaranıb ki, o hadisəyə baxarkən, onun kənarından keçərkən, onun içinə düşərkən görürsən ki, daxildən bir gülüş gəlir və gülərək o hadisədən ibrət dərsi çıxarırsan. Bəzi hadisələrdə qəmdir. Özünü qəm kimi göstərir, insana qəmlənmək gətirir və bu iki hal insan ruhunun ayrılmaz hissəsidir. Bəzən insan qəmgin olur, bəzən insan sevincək olur, şad olur. Mən gülüş gətirən hadisələrə ad vermişəm qruplaşdıranda. Onlara hikmətli yumor deyirəm. Bəzən yazılarımda da yazıram. Qəmginlik ilə dolu olan, qəmginlik gətirən hadisələrə həyat növhələri deyirəm. Növhə var, bizim folklorumuzda da var, şifahi xalq ədəbiyyatında və həmçinin dini mərasimlərimizdə də var, növhə oxunur. Yəni, ağı, növhə, matəm mərasimlərində oxunan o vəzinli, qafiyəli şeir növündəndir. Onlara da mən həyat növhələri deyirəm və bunlardan da kifayət qədər varımdır. Yəni, həyatda yanından ötüb keçməmişəm. Görmüşəm, deyək ki, hiss etmişəm və onları həyat növhələri başlığı altında qruplaşdırmışam. Çox maraqlıdır, çox ibrət vericidir insan həyatı üçün, insanın özünü mənəvi əxlaqi dəyərlərlə zənginləşdirməsi üçün bir dərsdir. Yəni, bəzən olur ki, görürsən, müxtəlif elmlərdə hər elmin özünə aid dəlil və sübutları olur. Riyaziyyatın özünə aid konkret sübutları var, teoremlər var, qaydalar var. Məntiqin öz məntiq qaydaları var, çərçivələri var, dilçiliyin dil qaydaları var. Hər bir elmi, etika elminin, əxlaq elminin, həyatda əxlaqi dəyərlərlə yaşamağın da qaydaları var və bu qaydalara aparan sübutlar olmalıdır bizim üçün. Yəni, ümumiyyətlə inkar olunmaz bir aksiyoma olaraq insan dəlilsiz, sübutsuz heç bir şeyi qəbul etməməlidir. Hər bir şeyin qəbul edirsənsə, bilməlisən ki, hansı dəlillərə əsasən, nəyə görə, faktlara əsaslanmalıdır. Və yaxud inkar edirsənsə, faktlara əsaslanmalıdır. Və bunun ən gözəl nəticəsi oradadır ki, sən müəyyən bir qənaətə gələndə azad düşüncə ilə o qənaətə gəlirsən, təsirlərdən, qərəzlərdən uzaq olursan və asanlıqla səni manipulyasiya edə bilmirlər, hisslərindən, duyğularından sui-istifadə edə bilmirlər. Buna görə də istəyir mənəvi dəyərlər olsun, etik, əxlaqi mövzular olsun, istəyir məntiq, fəlsəfə, riyaziyyat kimi konkret elmlər olsun, fərq eləməz. Hamıda, bütün bunlarda dəlil, sübut, argument, fakt əsasdır. Yəni, bu yolu keçib biz nəticəyə çatmalıyıq. Baxın, demək istədiyim hikmətli yumor, həyatın hikmətli yumorları və həyat növhələri. Bunlar da bizim mənəviyyat dəlillərimizdir. Ən azı öz adımdan danışıram. Yəni, həyatda mənim üçün mənəviyyata çatmaq, mənəviyyatı əldə etmək, əxlaqi dəyərləri daha çox dərk edib özümdə, ətrafımda yaratmaq üçün mənim üçün ən güclü dəlillər bu həyat növhələridir və hikmətli yumorlardır. Bu bir konsepsiya kimi bunu izah etməyi özümə borc bildim.
hikmətli yumorlardan birində son zamanlar qarşılaşdığım kimi onu demək istəyirdim, danışmaq istəyirdim ki, deməli, yas məclislərin birində oturmuşduq və adət belədir, artıq uzun illərdir belədir ki, ehsan süfrəsi verilir və ehsan süfrəsindən sonra mizin üzərinə, stolun üzərinə qoyulmuş salfetkalarla, kağız salfetlərlə biz əlimizi silirik, təmizləyirik. Və təbii ki, bəzən adam ürəyi razılaşmır, kimsə durub gedir, əllərini yuyur, krantda sabunlayır və s. Belə bir situasiyada yanımda oturan bir ağsaqqalla bir söhbətləşmə apardıq. O ağsaqqal bir xatirədən danışdı, özünün xatirəsindən danışdı ki, mənim də yaşım həmən dövrana çatırdı. O dövran idi və o mövzu idi ki, danışdı ki, bir zaman var idi bu yas məclislərində uzaya bənzər hazırlanmış misdən hazırlanmış idi. Bir qab, əl yuyan su qabı, ələ su tökmək üçün və bir ləyən, mis ləyən var idi. Bölgələrdə olanlar bunu bilirlər. Və o, deyək ki, su qabının içərisinə ilıq su tökərdilər. İlıq su tökərdilər və onu o ləyənin içərisinə qoyardılar. Və su gətirən, yəni əl suyu deyərdilər ona o zamanlar. Əl suyu gətirən öz çiyninə də bir təlis atardı, bir dəsmal atardı və onunla məclisi dövr vurardı. Ağsaqqal bu xatirədən danışdı. Dedi, artıq indi bunlar yığışdırılıb və indi kağız salfetlərdən istifadə olunur və adam bilmir ki, mən əlimi necə sildim, məsələn, yemək tam təmizlənmir. Mənim üçün də maraqlı gəldi və mən də bir etdiyim təcrübəni dedim, əlavə etdim ki, həqiqətən belə idi. Məsələn, indi biz yeməkdən sonra insanın ürəyi dözmür. Gedirik sabunla əlimizi yuyuruq ki, o yeməkdə olan yağ getsin adamın əlindən. Amma görürsən ki, o zamanlar, yəni bunu hökmən görənlər təcrübə ediblər mənim kimi, təsdiqləyərlər. Əl suyu veriləndə o ilıq su ilə əlimizi yuyardıq. Yəni orada məclisin, çadırın içərisində elə bir şərait yoxdur ki, kimsə sənə sabun versin, əlini sabunlayasan. Əl suyundan, o ilıq su ilə əlimizi yuyardıq və sonra o dəsmalla qurulayardıq və növbəti nəfərə keçərdi o əl suyu. Özü də böyükdən kiçiyə, o ağsaqqalın qeyd etdiyi gözəl bir məqamı da burada yadıma düşmüşkən deyim ki, deyərdi ki, əl suyu gətiriləndə məclisə bir nəfərin qabağına o şəxs ətrafına baxardı və o əl suyu paylayana deyərdi ki, məndən böyük var məclisdə, filan kəs böyükdür, apar onun qabağına. Yəni bu özü də etik, mənəvi dəyərlərimizdən biri idi ki, əl suyunda da hətta böyük kiçikliyi qoruyardılar. Mənim üçün maraqlı olan məqam bu idi ki, əl suyu yuduqdan sonra, o ilıq su ilə və dəsmalla əlimizi qurutduqdan sonra əlimizdə heç bir yeməyin əsər əlaməti qalmazdı. Yəni yeməyin yağından, yəni deyək ki, tam təmizlənməmiş olsun, qalmazdı. Yəni heç sabuna, maye sabuna və yaxud belə adi sabuna ehtiyac qalmazdı ki, biz əlimizi sabunlayaq. Yəni o ilıq suyun xüsusiyyətindən və yaxud o mis qabın xüsusiyyətindən imiş, o dəsmalda silməkdən imiş. Yəni bu mənim qənaətimcə, yəni bu keçmişdəkilərin, ata-babaların təcrübələrinə əsaslanardı. Və sonra müəyyən dəlillərə görə, qənaətə görə və yaxud hər hansı bir iqtisadi, mədəni dəyişikliklərə görə indi artıq salfetə keçiblər. Yəni bu məsələni də mən öz hikmətli yumor qruplaşmamda daxil etdim və çox ibrətli oldu bizim üçün. Yəni belə bir zamanda əl suyu məsələsi var idi və orada böyük-kiçikləri də yad eləyərdilər və ən əsası da su həyatın başlanğıcıdır. Yer kürəsinin əsas hissəsini su təşkil edir. İnsanın bədəninin də, cisim mülkünün də əsas hissəsini su təşkil edir. Həkimlər daha çox su içməyə, təmiz su içməyə tövsiyələr edirlər. Həyat sudan başlayıb və su həyat deməkdir. Belə bir hikmətli kəlam yadıma düşdü. Həzrəti Cəfər Sadiq imama sual verirlər ki, həyatı bizim üçün izah et. Həyatın dadı nədir? Həyatın rəngi nədir? İmam Cəfər Sadiq cavab verir ki, suyun dadı və suyun rəngi nədirsə, həyatın da dadı və rəngi odur. Təbii ki, su ilə təmizlənmək, su ilə əl yumaq, su ilə əl-üz yumaq,
Bu özü bir diqqət etmədiyimiz nemətlərdəndir. Bizim üçün hər gündə adiləşən nemətlərdəndir. Görürsən ki, sudan istifadədə səhlənkarlıqlara yol veririk. Qrantlar damcıları axıdır və onları düzəltmirik. Suyu hədər veririk, suyun hədər getməsi və yer kürəsində su azlığı, deyək ki, həyəcan siqnalı artıq deyək ki, mütəxəssislər tərəfindən bu siqnal verilməyə başlayıb. Suyun qədrini bilək. Bizə adi gələn, öyrəşmiş olduğumuz, adiləşmiş nemətlərin qədrini bilək ki, bəzən o qədər onlardan qəflətdə oluruq ki, bizim üçün adiləşmiş nemətlər bir zaman tükənə bilir və onda əlimiz heç bir yerə çatmaz.